3 il ərzində bir neçə dəfə müsahibələrimdə, paylaşımlarımda Fuad Nağıyevin etdikləri ilə mübarizə aparırdım, sadəcə ad çəkmirdim. Ancaq Dövlət Turizm Agentliyi deyiləndə onun sədri, müavini, oradakı funksionerlər nəzərdə tutulurdu. Bu sözləri Qlobal Faza Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin məhz vəzifədən azad olunmasından sonra onunla bağlı danışmasına aydınlıq gətirərkən bildirib. O, bəzi məsələlərin hər vaxt gizli qalacağını bildirib. Bəlkə də deyilməyən sözlər bir neçə ilə açıqlana ya açıqlanmaya. Çünki bunlar 3 ildə Azərbaycan mətbəxini dünyada elə çöktürdülər ki, bundan sonra onu yerinə qaytarmaq üçün bizə 3 il lazımdır. Ermənistana elə övnək verdilər ki, ermənilər artıq dünya kulinariya təşkilatlarına getməyə başladılar. Yarışa qatılıb, medal əldə etdilər. Mart ayında işdən çıxdım, artıq dekabrda Ermənistanın rəsmi saytına bizim 250 xörəyimiz yerləşdirildi. Onlar bunu dünyaya çıxardılar. Keçən il 31 oktyabrda Nikol Paşinyan çıxışı vaxtı böyük proyektlərindən danışdı. Çünki qarşılarında daha işləri müdafiə edən qurum yox idi. Əmiraslanov qurumda külli miqdarda yeyintinin olduğunu əlavə edib. Baxın, bir il ərzindən büdcədən 2,9 milyon manat pul siliblər. 200 kvadrat metrlik yerdə 17 adam əyləşir. Ora isə 400 kvadratlik evin pulunu yazıblar. Güya təmin ediblər və təsəvvür edin, balaca bir yer üçün 2 restoranın mətbəq avadanlığının pulunu siliblər. Ofisdə mətbəq avadanlığı nə gəzi? Tahir Əmiraslanov oradan uzaqlaşdırmaq həm rahat pul yemək üçün idi, həm də digər məsələlər var. Bunların bir ildə Azərbaycan mətbəxi üçün xərclədikləri 2,9 milyon pul Milli Kulinariya Mərkəzinin bir illik büdcəsinin puludur. Tahir Əmiraslanov ona qarşı olan münasibətə toxunub, mən elə pozisiyada idim ki, mənimlə büdcənin talanması mümkün deyildi. Bu məsələdə kimə xeyir oldu? Ermənilərə deməli, burada onların əli var. Ermənilərin bizim təbliğat mexanizmimizi dağıtmaq planı onların əli ilə baş verdi. Agentlik yaranan gündən festivalların keçirilməsi qadağan edildi. Təbliğatın qarşısı alındı. Məni 2 ayda işə götürüb, işdən çıxardılar. Bir çox tədbirlərə də buraxılmırdım. Hətta oradan çıxdıqdan sonra mənimlə düşmənçilik etdilər və bugünə qədər də bu davam edir. Düşünün, 4 milyon pulu yeyiblər, kitab çap etdirməyə 17 min manat tapılmadı. Başladılar təzyiq etməyə.